Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb liseydə müəllimlər kütləvi şəkildə dərsə girməyiblər və Manşetat saytı məlumat yayıb. Narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor kimi təyin olunmasıdır. Məktəbin müəllimləri tərəfindən bildirilir ki, son 5 il ərzində direktor vəzifəsini icra edən direktor əvəzi Müsalə xanımın rəhbərliyi dövründə məktəbin göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müəllim kollektivi bu qəfil dəyişiklik qərarını ədalətsiz hesab edərək təyinatla bağlı narazılıqlarını bildiriblər. Nəticədə onlar tədris prosesinə qatılmayıblar və dərslər bu səbəbdən boş keçib. Qeyd edək ki, Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən 147 nömrəli Texniki və Humanitar Fənlər Liseyinin direktor vəzifəsinə Şahmirova Kəmalə Bayram qızı təyin edilib. Bax, bizdə çox şeylər belədir. Bir adam bir yerin əziyyətini çəkir, illərini verir, gəlir olur direktor müavini və s. Sabahları onun üstünə gətirib dünənləri ortaya çıxan bir adamı qoyurlar. Yəni, əgər bu adam doğrudan da kollektiv üçün çox önəmli bir məsələdirsə, adamdırsa, niyə onun rəhbər olmasın ki? Yəni, burada nə belə qəbahət var?